və suveren ölkənin sabahı, gələcəyin alimləri, müəllimləri, mühəndisləri, sənətkarlarıyıq. Azərbaycanın suverenliyi bizə açılan imkanların qapısıdır. Bu torpağın azadlığı sayəsində biz sərbəst düşünür, sərbəst öyrənir, arzularımızın ardınca gedirik. Bu azadlığın arxasında böyük zəhmət, tarixə yazılan qəhrəmanlıqlar var. Unutmayaq, bizim hüquqlarımız qorunduqca, biz gülümsədikcə bu vətən daha da şifadır. Aparıcılarımızı dəvət edib, aparıcılarımıza da bir fərqli fərman verək. Bilirsiniz də yarışın tədbirin ən çox aparıcıları gündəmdə olur, öndə olur, daha çox təqdimata. Bilirəm. Mən aparıcılarımıza fərqli fərmanları təqdim edirəm. Belə deyək, maşallah olsun.